Bismillahirrahmanirrahim. Qonşuluq sadəcə bir yaxınlıq deyil, bu əmanətdir. Amma biz bu əmanəti unuduruq. İmam Əli əleyhissalam buyurur, qonşunun haqqı sənin borcundur. O sənin canının bir parçası kimidir. Onun yanında baş verən hər bir şey səni düşündürməlidir. Bugün neçə qonşunun dərdini bilirik. Neçəsinin evinə bir kömək lazım deyil ki, deyə baş çəkirik. Bir zamanlar qonşunun uşağına öz övladımız kimi baxırdıq. İndi isə salam belə vermək yad gəlir. İmam Sadiq əleyhissalam buyurur, qonşuya yaxşılıq etmədən ibadətin tam olmaz. Əgər bir insanın namazı, orucu var, amma qonşusuna zülm edir, laqeyddir, bu Allaha yaxınlıq deyil. Rəvayətlərdə buyurulur, qiyamət günü qonşular şahidlik edəcək. Bu insan necə biri idi? Bəlkə də cənnətə aparacaq səbəb. Qapının arxasında qalan o susqun qonşuya etdiyin bir təbəssüm olacaq və ya əzaba səbəb. Onun ehtiyacına səssiz qaldığın bir an. Cəmiyyət sevgidən, mərhəmətdən yox, laqeydlikdən dağılar. Din yalnız namazda deyil, din qapının arxasında unudulanı xatırlamaqdır. Unutma, qonşu haqqı sadəcə dini bir məsələ deyil, bu Allaha yaxınlaşmaq yoludur.